Salam, hər vaxtınız xeyir olsun. Hazırda Avropanın bir sıra yağıntı parametrlərinə baxacaq. Eyni zamanda qlobal miqyasdakı modellərin analizlərinə baxacaq ki, yaxın günlər ərzində Bakı, Abşeron, Sumqayıt ərazisində leysan və dolu potensialı nə qədərdir, bu barədə danışmaq istəyirəm. Demək olar ki, iyun ayının 15-dəki potensial olaraq leysan və dolu risklərini bir sıra qlobal modellər göstərir. Deməli, bu da o deməkdir ki, belə bir siqnalların üst-üstə verilməsi artıq bu proseslərin baş verməsi ehtimallarını artırır. Əvvəlcə Avropanın NEMS 12 modelinin yağıntı parametrlərinə biz baxırıq. Burada iyun ayının 15-də Dağlıq Şirvan ərazisində, Qobustan Mərəzi ərazilərində ciddi bir yağıntı müşahidə edilir. Baxın, NEMS 12 modeli. Ciddi bir yağıntı prosesləri gözləniləndi. Buradakı topa yağış buludlarının bir qolu ola bilsin Sumqayıt istiqamətindən Abşerona doğru daxil olsun və sistemin tədricən Suraxanı Binyəyə doğru yayılması gözlənilir. Deməli, bu birinci model idi. Birinci model NEMS 12-nin növbəti proqnozuna əsasən Sumqayıt istiqamətinə doğru bu sistemin yayılması potensialı var. Deməli, bu da o deməkdir ki, Sumqayıtda və Qobustan Mərəzidə potensial olaraq iyun ayının 15-də leysan və dolu ehtimalları var. Amma birbaşa page məlumatlarından bu prosesləri izləmək çox vacib sayılır. Digər bir Avropanın NEMS 12 modelinin növbəti proqnozuna əsasən Sumqayıt istiqamətində ciddi bir yağıntı gözlənilir. Baxın, Sumqayıt istiqamətində iyun ayının 15-də Sumqayıt istiqamətində ciddi bir yağıntı gözlənilir. Bu da o deməkdir ki, Sumqayıtda topa yağış buludlarının aktiv inkişafı iyun ayının 15-də gözlənilir. Yəni, bu riski nəzərə almaq lazımdır. NEMS 12-nin digər bir proqnozuna əsasən iyun ayının 15-i tarixində baxın, Sumqayıt istiqamətinə yenə də başqa bir topa yağış buludlarının aktiv inkişafı potensialı var. Deməli, üst-üstə artıq model bu siqnalları verir. Deməli, bu da o deməkdir ki, həqiqətən də iyun ayının 15-də potensial olaraq Abşeron ərazisində hava şəraitində kəskin dəyişiklik ehtimalları var. Bu riskləri nəzərə almaq lazımdır. NEMS 12-nin 15 iyun tarixində olan növbəti təhlilləri də eyni siqnalı verir ki, yenə də Sumqayıt istiqamətində bir topa yağış buludlarının aktiv inkişafı gözlənilir və bu sistemin Abşerona doğru yayılması potensialı var. Yenə də iyun ayının 15-i gündüz saatlarına doğru Sumqayıt istiqamətində növbəti bir sistemin aktiv inkişafı gözlənilir. Deməli, qlobal modellərin bir sıra artıq qlobal modellər bu siqnallara verir ki, iyun ayının 15-də Azərbaycan arasında qeyri-sabit hava şəraiti gözlənilir. Yağıntıların ən intensiv hissəsi Dağlıq Şirvan, Quba, Qusar, Xaçmaz ərazisinə doğru düşəcək. Bu model isə Kanada modelidir. Baxın, Kanada modelidir. Bu Kanada modeli də yenə də iyun ayının 15-də Xaçmaz ərazisində, Quba, Qusar, Şabran, Siyəzəndə ciddi bir, güclü bir yağış buludlarının, dolu leysan buludlarının aktiv inkişafını göstərir və bu sistemin bir qolunun Sumqayıt ərazisinə doğru daxil olması potensialı var. Böyük Britaniyanın Met Office Global 10 modeli də yenə də, baxın, Qobustan Mərəzi Dağlıq Şirvan ərazisində və Sabirabaddan şimalda topa yağış buludlarının iyun ayının 15-də aktiv inkişafını göstərir. Deməli, bu da o deməkdir ki, Dağlıq Şirvan ərazisində ciddi bir yağış buludlarının aktiv inkişafı gözlənir. Bu da Sumqayıt ərazisinə doğru yaxınlaşa bilər. Avropanın İCMWF hava təliqatının mərkəzi iyun ayının 15-də baxın, İCMWF IFIS Hertz qlobal modeli. Bu model də eyni siqnalı verir ki, Qobustan Mərəzi ərazisində ciddi bir yağıntı gözlənir və bu yağıntı sistemi tədricən Abşerona doğru daxil olması və xüsusilə də baxın, Xızı ərazisində yağıntılar kifayət qədər güclü ola bilər və bu sistemin bir qolu da Qobustan Mərəzi ərazisində aktiv olacaq. Deməli, bu sistemin ola bilsin ki, Sumqayıt ərazisinə doğru daxil olsun. Avropanın İCMWF hava təliqatının mərkəzinin iyun ayının 15-i üçün növbəti təhlili də var ki, baxın, Qobustan Mərəzidə yenə də bu yağış sisteminin aktiv olması gözlənilir və bu sistemin tədricən Bakı, Abşeron, Sumqayıta doğru yaxınlaşması potensialı var. Avropanın deməli, İkon adlanan bir modeli var. Bu dəqiq bir modeldir, Alman modelidir. Alman modeli də eyni siqnalı verir ki, baxın, iyun ayının 15-də yenə də Dağlıq Şirvan ərazisində Xızı istiqamətində bir yağış potensialı var və bu buludlar əgər geniş inkişaf edərsə, artıq Sumqayıta doğru da yayıla bilər.
Avropanın eyni zamanda NOAA-nın, daha doğrusu NOAA-nın Nemis Global modeli də eyni siqnalı verir ki, iyunun 15-də baxın Dağlıq Şirvan ərazisində və Qobustan mərazində ciddi bir buludlar inkişafı gözlənilir və bu sistem əgər geniş inkişaf edərsə Sumqayıt istiqamətinə doğru daxil ola bilər. Kanada modeli də iyunun 15-də, baxın Kanada modeli də iyunun 15-də, yəni Dağlıq Şirvanda və Qobustan mərazində ciddi bir yağıntı potensialını göstərir və bu sistemin bir qolunun artıq Sumqayıt istiqamətinə doğru yayılması potensialı var. İyunun 15-də yenə də Kanada modeli eyni siqnalı verir ki, baxın Kanada modeli yenə də eyni siqnalı verir ki, iyunun 15-də Şabran Siyəzən ərazilərində ciddi bir yağış buludları aktiv olacaq və bu sistemin bir qolunun da Sumqayıt istiqamətinə doğru yayılması potensialı var. Deməli, Kanada modeli yenə də iyunun 15-i üçün eyni siqnalı verir ki, iyunun 15-də yenə də Şabran Siyəzən ərazisində bir yağış buludlarının aktiv inkişafı gözlənilir, potensial olaraq dolu və leysan ehtimalları var. Deməli, Fransa modeli də iyunun 15-i üçün, baxın Fransa modeli, Meteo Fransa modeli də iyunun 15-də Quba, Xaçmaz, Şabran, Siyəzən və ətraf rayonlarda Şamaxı istiqamətində ciddi bir yağış buludlarının aktiv inkişafını göstərir. Bu sistemin bir qolu da ola bilsin ki, Sumqayıt istiqamətinə doğru daxil olsun. Böyük Britaniyanın Met Office modeli də baxın, Met Office modeli də eyni siqnalı verir ki, Dağlıq Şirvan ərazisində ciddi bir yağış potensialı var iyunun 15-də və bu sistemin Sumqayıt istiqamətindən Abşeron'a doğru daxil olması potensialı var. İlsiam Dableyev Hava Tədqiqatları Mərkəzinin deməli yüksək dəqiqlikli modeli də E-Phase Hertz modeli də eyni siqnalı verir ki, baxın bu Dağlıq Şirvandakı bu sistemin Sumqayıt istiqamətindən Abşeron'a doğru daxil olması potensialı var. Deməli bu modellər üst-üstə artıq bu siqnalları verir ki, həqiqətən də qeyri-adi bir dəyişiklik potensialı var və bu sistemin iyunun 15-də daha çox Abşeron'a və Qobustan mərazı ərazilərində Dağlıq Şirvanda ciddi bir buludlanma gözlənilir. Deməli, həqiqətən də iyunun 15-də bir şey baş verə bilər. Modellərin əksəriyyəti iyunun 15-ini işarə edir. İyunun 15-də ciddi bir yağıntı potensialı var. Deməli, Alman modeli də, Avropanın Alman modeli də eyni siqnalı verir ki, Dağlıq Şirvanda, Qobustan mərazində iyunun 15-də ciddi bir yağıntı potensialı var. Bu modellərin arasında ən şiddətli yağıntı ehtimalını Kanada modeli göstərir. Baxın, Kanada modeli, bu modellər iyunun 15-də gözlənilən yağıntı parametrlərimiz baxanda Kanada modeli ən şiddətli yağıntını Şamaxı, Şabran, Siyəzən, Quba, Xaçmaz, Xızı ərazilərində, Sumqayıtdan şimal-qərbdəki ərazilərdə ciddi bir yağıntı potensialını göstərir. Deməli, bu nə deməkdir? Dünyanın bir sıra qlobal modelləri və eyni zamanda Avropanın öndə gedən bir sıra qlobal modelləri, bir sıra hava tədqiqatı mərkəzləri modelləri eyni siqnalları verir ki, iyunun 15-də, baxın iyunun 15-də ciddi bir yağıntı potensialı var. Deməli, bu modellər düzdür. Bu modellərin yağıntı intensivliyi ayrı-ayrıdır, fərqlidir. Amma hamısı iyunun 15-nə işarə edir. Deməli, bir sıra qlobal modellər və Avropanın hava tədqiqatları mərkəzi, yəni Avropanın İlsiam Dableyev, Avropanın orta mənzilli hava tədqiqatları mərkəzi, Almaniyanın hava tədqiqatları mərkəzi, eyni zamanda Kanadanın hava tədqiqatları mərkəzi, Amerikanın NOAA, Milli Okean və Atmosfer Departamentinin hava tədqiqatları mərkəzinin modelləri, deməli, Fransa modelləri, demək olar ki, dünyanın bir sıra aparıcı modelləri eyni siqnalları verir ki, deməli, bu iyunun 15-də Dağlıq Şirvanda ciddi bir topa yağış buludlarının aktiv inkişafı gözlənilir və bu sistemin Sumqayıt ərazisinə doğru yaxınlaşması potensialı var. Deməli, bu da o deməkdir ki, bu modellərin arasında ən şiddətli yağışı Kanada modeli göstərir və Böyük Britaniyanın Met Office modelləri də eyni siqnalları verir ki, iyunun 15-də xüsusilə də bu Kanada modeli iyun ayının 15-də Dağlıq Şirvanda, Şabran, Siyəzən, Quba, Şamaxı ərazilərində Xızı ərazisində ciddi bir leysan və dolu potensialı var. Deməli, dünyanın bir sıra qlobal modelləri üst-üstə bir siqnalları verir. Bu da o deməkdir ki, iyun ayının 15-də
iyun ayının 14-dən 15-dən keçən gecədən başlayaraq, xüsusilə də ən çox da iyun ayının 15-də Abşeron arasında ciddi bir yağıntı potensialı var. Dağlıq Şirvandakı güclü süper buludların Bakı Abşeron-Sumqayıt arasında daxil olması potensialı var. Amma bu 100% deyil. Çünki qlobal modellərin hesablama qabiliyyəti 1990-cı ildən 2020-ci ildəki iqlim dəyişikliyini götürür. Amma 2026-cı ildəki iqlim dəyişikliyi daha sürətli və daha güclüdür. Deməli, birbaşa pH və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatlarına biz baxmalıyıq ki, iyun ayının 15-də həqiqətən də bu sistemin trayektoriyası hardan keçəcək? Çünki bu sistem modellərin göstərdiyi miqdardan daha şiddətli də ola bilər və yaxud da bu sistemin keçdiyi ərazi trayektoriyası Abşeron olmaya da bilər. Bunun üçün də birbaşa pH və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatları kanalda həm qısa metrajlı videolar vasitəsilə, həm də uzun metrajlı videolar vasitəsilə yayınlanacaq.